Salam uşaqlar, bugün sizinlə 8-ci sinif iş dəftəri 2-ci hissə bitkilər aləminin təsnifatı mövzusunun izahını verəcəm. İnkişaf etmiş ötürücü sistemə malik, mayalanma zamanı suya ehtiyacı olan yarpaqların altında kiçik qəhvəyi ləkələr yaranan bitki hansı qrupa aiddir? Baxın, bizdən 3 dənə xüsusiyyət istəyir. Ötürücü toxuması var, yəni ötürücü sistem, ötürücü toxuması var. Mayalanması da su ilə gedir, yəni suya ehtiyacı olur və yarpağın altında həm də kiçik qəhvəyi ləkələr soruşur. İlk olaraq suala baxanda yarpağın altına kiçik qəhvəyi ləkələr deyildikcə sualın cavabı artıq aydın olur. Bizdə burada qıcıları istəyir. Çünki qıcıların yarpağın altında sporongilə, qəhvəyi rəngli sporongilər yerləşirdi və bu sporongilərin içərisində də sporlar yetişirdi. İlk bu yəni yarpağın altında kiçik qəhvəyi ləkəyə görə qıcını götürür. Amma digər xüsusiyyətlər də bizdə verilib. Ötürücü sistem və ehtiyat mayalanmaya suya ehtiyacı olan. Burada mamırlarda və yosunlarda ötürücü sistem yoxdur. Amma çılpaq toxumlu və çiçəkli bitkilərdə ötürücü sistem var. Ancaq mayalanması suya ehtiyacı. Mamırlarda mayalanmada suya ehtiyac var. Yosunlar da suda yaşayırlar. Bunlardan artıq yosunlar suda yaşadığı üçün suda gedir mayalanma. Amma çılpaq toxumu və çiçəkli bitkilərdə mayalanmada suya ehtiyac yoxdur. Eylerver diaqramında qıcıkimlər və mamırların oxşar və fərqli xüsusiyyətlərini qeyd et. Sporlarla çoxalma. Mamırlar və qıclar hər ikisi sporlarla çoxalırlar. Həyat dövriyyəsi qametofit nəslin üstünlüyü təşkil etməz. Qametofit nəsil mamırlardaydı. Çünki mamırlar yetkin fərdi, erkək və dişi olmaqla ayrı-ayrı fərdlərdirlər. Dişinin üzərində ayaqcıq üzərində qutucuq var idi. Erkəkdə isə bu yox idi. Mayalanma dişinin üzərində gedirdi və yetkin fərdi en xromosom sayına malik idi. Yəni qametofit nəsli idi. Cinsiyyətli nəsli idi. Həyat dövriyyəsində protonemanın olması, yenə də protonemanın olması mamırlara aiddir. Protonema yosunlara bənzəyirdi sanki. Qıcılarda isə bu protal adlanırdı və bu da ürək şəkilli idi. Damarlı bitki olması, damarlı bitki qıcılara aid xüsusiyyətdir. Qıcılarda artıq toxuma qrupları əmələ gəlibdir. Yəni ötürücü toxuma artıq damarlar ötürücü toxumanı göstərir. Yəni ötürücü toxuması var imiş. Mayalanma prosesi suyun iştirakı ilə getməsi. Mayalanma prosesi suyun iştirakı ilə hər ikisində mayalanma suda gedirdi. Kökün olması, kök qıcılara məxsusdur. Əlavə kök sistemi qıcılarda var idi. Həyat dövrəsində sporofit nəslin üstünlük təşkil etməsi. Sporofit nəsil də qıcılara məxsusdur. Qıcılarda yetkin fərd sporofitli, yəni 2N-dir, qeyri-cinsi nəsil idi. Şəkilə diqqətlə bax və suallara cavab ver. Şəkilə baxanda biz 2 ləpərli bitki lobyanı görürük. Burada da buğdanı, 1 ləpərli bitki buğdanı görürük. Deyir, şəkildə məlumatlara əsasən lobya və buğda hansı siniflərə aid edilir? Lobya şəkildən də görsəndiyi kimi 2 ləpər yarpağı var. 2 ləpərlərə aid idi. 2 ləpərli. 2 ləpərlərdə ehtiyat qida maddəsi harda yerləşirdi? 2 ləpərlərdə ehtiyat qida maddəsi ləpə yarpağında yerləşir. Ləpələrdə yerləşirdi. Ehtiyat qida maddəsi. Buğda isə 1 ləpəli. Ehtiyat qida maddəsi bu endosperm var. Bu endospermdə yerləşirdi. Göstərilən bitkilər hansı şöbəyə aid edilirlər? Göstərilən bitkilər örtülü toxumlar şöbəsinə aiddirlər. Və nə üçün? Örtülü toxumlar şöbəsinə aiddirlər və örtülü toxumlar nə üçün? Adından da göründüyü kimi toxum meyvə yanlığı ilə örtülüdür. Meyvə yanlığı örtülü. Ona görə də örtülü toxumlar adlanır. Ən böyük sistematik kateqoriyadan başlayaraq ardıcılığı müəyyən edin. Biz bilirik ki, ən böyük sistematik kateqoriya aləmdir. Və onda bitkilər aləmi, aləmdən sonra bitkilər üçün nə gəlirdi? Bitkilər aləmi şöbə gəlirdi. Örtülü toxumlar şöbəsi, örtülü toxumlar şöbədən sonra sinif gəldi. İkiləpəlilər sinifindən sonra sıra gəlirdi. Malpigiya çiçəklər sırası, sıradan sonra fəsilə, bənövşə kimilər fəsiləsi, fəsilədən sonra cins, bənövşə cinsi, növ isə
Üç rəng bənövşə növü. Aptek çoban yastığı növünün bitkilərin təsnifatı yerinə əks etdən arzuda ən kiçik deyirsə bizdə ən kiçik sistematik kateqoriya növdür. Biz də bura baxırıq. Burada növ yoxdur. Növ yoxdursa ondan növün üzərindəki cinsi götürəcək ən kiçik sistematik kateqoriya. Yəni ona görə də yedən cins, çoban yastığı cinsi, cinsdən sonra fəsilə, mürəkkəb çiçəklər fəsiləsi, fəsilədən sonra sıra, asra çiçəklər sırası, sıranın üzərinə nə dayanırdı? İkiləpəlilər sinfi, sıranın üzərində ev, sinfin üzərində şöbə, örtülü toxumlar şöbəsi və bitkilər aləmi. Bitkilər aləmi. Sonra biz bitkilər aləmi təsnifat sırasını deyəndə nə yazırıq? Bitkilər aləmi, bitkilər aləm, aləmdən sonra şöbə, şöbədən sonra sinif, sinifdən sonra sıra, sıradan sonra fəsilə, fəsilədən sonra cins və növ. Əgər ən kiçik sistematik kateqoriya deyirsə, biz növdən başlayaraq yuxarı doğru gedəcək. Yox, ən böyük sistematik kateqoriya deyirsə, onda aləmdən başlayaraq aşağı doğru gedəcək. Bu B variantındakı sualda bizə ən kiçik növdür deyə növdən başlamalıydıq. Amma burada bizdə variantlarda növü vermədiyi üçün biz cinsdən başlayırıq. Çılpaq toxumlu bitkilər hansı xüsusiyyəti aiddirlər? Toxumların meyvənin içərisində yerləşir. Toxumlar meyvə içərisində yerləşmir. Bu örtülü toxumlara aid idi. Sporlarla çoxalırlar. Çılpaq toxumlu bitkilər sporlarla çoxalmırdı, toxumla çoxalırdılar. Adı da toxumlu bitkilər, yəni adı da o buradan götürülüb. İki sinfə bölünür. İkiləpərlər və birləpərlər sinfi. Bu örtülü toxumlara aiddir. İki sinfə bölünmə örtülü toxumlardan. Həyat dövriyyəsində qametofit nəsil üçlüyünü təşkil edirdi. Bu mamırlardaydı qametofit nəsil. Bu da deyildi. Mayalama zamanı suya ehtiyacı olmur. Düzdür, suya ehtiyacı yoxdur. Çılpaq toxumlar və örtülü toxumlar mayalanma zamanı suya ehtiyacı yoxdur. Əksər ekosistemlərdə çiçəkli bitkilərin üstünlük təşkil etdiyi səbəbini yaz. Ekosistem çiçəkli bitkilərin üstünlük təşkil etdiyinin səbəbini yaz. Onların quruluşuna və çoxalma xüsusiyyətinin müxtəlif şəraitə uyğunlaşma necə təsir göstərir? 7-ci suala baxaq. Şəkildəki bitkilər eyni cinsə aiddir. Əksər ekosistemlər çiçəkli bitkilər üstünlük təşkil edir. Çünki bunlarda həşəratlar çiçəkli bitkilərin tozlanmağına köməklik göstərirdi. Buna görə də başqa digər ekosistemdə digər növlərin də varlığı üçün çiçəkli bitkilər daha çox üstünlük təşkil edirdi. Şəkildəki bitkilər eyni cinsə aiddir. Aha, burada çəmən üç yarpaq yoncasının məsələn növü fərqli növlərdir və eyni cinsə aiddir. Bu bitkilərin hansı cinsə aid olduqlarını müəyyən edin. Biz bilirik ki, eyni cinsə demək, üç yarpaq yonca, burada yoncanın növüdür. Çəmən üç yarpaq yoncası birini bizə verib, digərləri də eyni. Biz bilirik ki, bu isə cinsə yonca cinsidir ki, yonca cinsdir. Bu artıq növləridir. Məsələn, çəmən üç yarpaq yoncası, bunlar da digər adlardır. Növlər, yonca cinsi. B-də deyir ki, bu bitkilər hansı şöbəyə aiddir? Örtülü toxumlular şöbəsinə. Örtülü toxumlular şöbəsinə aiddir. Təqdim edilmiş məlumatlar bitkilərin təsnifat sxemini ən böyük sistematik kateqoriyadan başlayaraq düzgün aracıqda yazın. Aha, bizdə ən böyük sistematik kateqoriya, gəlin burada sistematik kateqoriyaları yazaq. Bir də aləm, şöbə, şöbədən sinif, sonra sinif, sinifdən sonra sıra, sıradan sonra fəsilə, cins və növ. Burada isə bizə aşağıda bitkilər verilibdir. Onların hansı aləmi aiddir? Aləm olaraq bitkilər aləmidir. Bitkilər, qısa yazın aləmi.
Bitkilər aləmi şöbə olaraq biz baxaq, diqqətlə şəkilə baxsaq, şöbə bir örtülü toxumlu şöbə. Burada verməyib şöbəni. Şöbə örtülü toxumlu və burada da şöbə örtülü toxumlu. Deməli, bizə bir örtülü toxumu verib. Burada şəkilə baxsaq, plaun veribdir. Bunda isə plaunlar sırası, plaunlar şöbəsinə aid. Məsələn, plaun verdiyi üçün plaunların ayrıcana şöbəsi var. Plaunlar şöbəsi. Bitkilər aləmi, indi deyirik, örtülü toxumlular, örtülü toxumlu şöbəsi, bir də plaunlar şöbəsi. Bitkilər aləmi uşaqlar örtülü toxumlar, çılpaq toxumlar, plaunlar, qıcılar, mamırlar şöbələri var. Sinif. Sinif olaraq diqqətlə baxsaq, örtülü toxumların sinifinə baxsaq, siniflər iki ləpəlidir, burada da iki ləpəlidir, burada da iki ləpəlidir. Sinif olaraq biz örtülü toxumları bir iki ləpəlilər sinifinə bölərik. İki ləpəli. Bir də bölərik. Sinif olaraq. Burada çətirkimilər sinifi. Baxın, burada da bir də çətirkimilər sinifi var. Sinif, hamısı iki ləpəlidir. Bir dənə çətirkimilər iki ləpəli. Bunlar da hamısı iki ləpəlilər sinifidir. Çox üzrsən. Bir də sıra olaraq. Sıra olaraq burada fıstıq çiçəklər sırası. Burada dəstəni səhv yazıblar. Bu sıradır. Heyvanlara aid idi. Sıra, fıstıq çiçəklər sırası. Deməli, burada bir fıstıq çiçəklər sırası var. İki sıraya bölünəcək. Biri fıstıq çiçəklər sırası, biri də çətir çiçəklər olmalıydı. Biri fıstıq çiçəklər, biri də sıra, çətir çiçəklər sırası. Fıstıq çiçəklər, baş hərflərin, bir də çətir çiçəklər. Çətir çiçəklər sırası. Aşağıya baxıb bunu uyğunlaşdırdıq. Və fəsilə olaraq, indi diqqətlə fəsiləyə bax. Toz ağacı kimilər fəsiləsi, bu da toz ağacı kimilər fəsiləsidir. Fəsilə olaraq çətir kimilər, bir də çətir kimilər. Deməli, iki fəsilə. Fıstıq çiçəklərdə olacaqdır. Toz ağacı kimilər çiçəklər fəsiləsi. Toz ağacı kimilər. Toz ağacı kimilər fəsiləsi. Çətir çiçəklərdə olacaqdır. Çətir kimilər fəsiləsi. Çətir kimilər fəsiləsi. Cins olaraq toz ağacı kimilərdə toz ağacı və cinslərə baxaq. Toz ağacı cins. Baxın, fındıq. Toz ağacı, bir də fındıq cinsləri var. Toz ağacı, bir də fındıq. Növ olaraq sallaq toz ağacı, bir də fındığın da növü olaraq adi fındıq. Eyni şəkildə bunları çətir kimlərdə də adi fındıq. Deyildi burada. Çətir kimlərdən, yox, bu toz ağacı. Buradan. Bu buranın da, bu da bu hissiyyə. İndi isə başqa qələmlə yazım. Çətir kimlərin davamını yazacağım. Burada yer olmadı, ona görə başqa rəng götürək. Mavi rənglə də gəlin çətir kimləri yazaq. Çətir kimlərdən də mavi rənglə gəlin buradan. Çətir kimlər yer kökü və cins olaraq yer kökü və bir dəqiqə yer kökü, çətir kimlərdən yer kökü. Bir də çətir kimlərə aiddir cins olaraq buradan yazıq. Yox, buradan yazıq. Yer kökü cinsi. Bir də diqqət eləsək çətir kimlərdə
yer kökü, bir də cinsi olaraq subaldırğanı. Bir də subaldırğanı. Buradan yazıq subaldırğanı. Subaldırğanı. Yəni bunu belə yığmaq olur. Burada biraz yer məhdudiyyəti var. Ona görə yazmır. Yer kökünün də növü olaraq yer kökünə baxsaq, növ yabani yer kökü, subaldırğanının da növü olaraq zəhərli subaldırğanı yazarıq. Yabani yer kökü, yabani. Bu da zəhərli. Cinsi və növü. İndi isə planları yazaq. Planları başqa qələmlə yazaq. Planlarda sinif olaraq, məsələn, planların sinif olaraq götürə bilərik. Planositlər, bir dəqiqə, planofitlər, sinif olaraq planofitlər. Sinifdən sonra sıra olaraq verərik planofitlər, yenə. Planofitlər olacaq burada. Bunlar isə planofitlər. Fəsilə olaraq plan kimlər? Cins plan. Növ sancaq şəkilli plan. Diqqətlə baxsaq, əslində aşağıdakı verilən məlumatlara əsasən yığmaq olur. Bitki qruplarının adını qeyd et və seçimini əsaslandır. Bitki qruplarının adını qeyd etsək, birinci bitki qrupu bu çılpaq toxumlulardır. Çılpaq toxumlular və örtülü toxumlular. Bunların fikrimizi əsaslandırmağa baxaq. Çılpaq toxumların əlamətləri. Çılpaq toxumların əlamətləri odur ki, çılpaq toxuma toxum qozaların pulcuqları üzəri açıq olur. Qoza pulcuqların üzəri açıq olur. Çılpaq toxumlarda toxum çılpaqdır, heç nə ilə örtülmür. Adı da buradan götürülübdür. Çiçək yoxdur, burada qoza var. Amma örtülü toxum meyvələrin içində qapalı yerləşir. Meyvə yanlığında toxum meyvə yanlığı əhatə olunur. Baxın, burada ərikdə görsək, toxum meyvə ilə əhatə olunubdur, meyvə yanlığı ilə. Toxum yumurtalıqda, yəni meyvə ilə örtülüdür və çiçəkləri var. Bunların çiçəkləri var. Diqqət etsə, bax, çiçək var, burada çiçək yoxdur, onun yerinə qoza var. Burada çiçəkdir, burada qozadır. Toxum meyvə yanlığı ilə əhatə olunmuşdur. Burada toxum çılpaqdır, üzəri heç nə ilə örtülməyibdir. Örtülü toxumlar hansı siniflərə ayrılırlar? Örtülü toxumlar birləpəlilər sinifinə və ikiləpəlilər sinifinə ayrılırlar. Birləpəlilər və ikiləpəlilər sinifinə.